Salam psixologiya sevərlər. Bugün bizim növbəti mövzumuzdur və biz intellekt haqqında danışasıyıq. Yəni intellekt bizim həyatımızda, həyat uğurlarımızda, sosial varlıq kimi özümüzü təsdiq eləməyimizdə intellektin xüsusi bir rolu var. İntellekt anlayışı psixologiya elmini həmişə maraqlandırıb, həmişə bu sahədə aktual bir mövzu olub və insanın intellekt səviyyəsini öyrənməyə, ölçməyə, nəticələrə görə onları dəyərləndirməyə tədqiqatçılar həmişə maraq göstərirlər. Belə məsələyə daha dərindən yanaşsaq, əslində psixologiya elminin yaranmasına qədər də tədqiqatçılarda, filosoflarda, insan varlığı ilə maraqlanan hər kəsdə intellekti öyrənmək marağı vardır. Məsələn, biz əgər psixologiya tarixinə diqqət yetirsək, bilərik ki, elmi psixologiyanın yaranmasına qədər, yəni 1879-cu ildə Almaniyada Leipzig şəhərində bu tərəfindən laboratoriyanın yaradılmasına qədər Francis Galton insan intellektini ölçməyə cəhd göstərirdi. Onu da qeyd edeyim ki, Galton Charles Darwinin çox yaxın qohumudur. Kuzen, yəni mənbələrdə kuzen adlandırılır. O çox güman ki, xalası oğludur, dayısı oğludur, hər nədir. Yəni bu ailə özü ümumiyyətlə intellektual bir ailədilər. Galton İngiltərənin zadəgan ailələrinin, nəsillərinin deməli, ağıl keyfiyyətlərinin ötürülməsi, genetik ötürülməsi məsələsi ilə maraqlanırdı. Belə bir iddiası vardı ki, bəli, intellekt təbii bir imkanlardır, təbii qabiliyyət bacarıqlardır, ötürülür və eyni nəsildən olan insanlarda intellektual imkanlar da mütləq olmalıdır. Bu mənada o bir anket sorğusu hazırladı. Zadəgan ailələrinin, bir neçə ailələrin 7 nəsil əvvəlkinə qədər öyrənərək onların həyatda necə fəaliyyət göstərməsini, hansı mühüm işlər görməsini, hansı İngiltərə cəmiyyətinə, İngiltərə elitasına, dövlətinə hansı əhəmiyyətli bir xeyirli işlər töhfə verməsini öyrənməyə çalışırdı. Bu mənada biz Galtonu intellektin ilk tədqiqatçısı kimi qeyd edə bilərik. Amma elmi baxımdan intellekt haqqında ilk bəhs edən ilk tədqiqatçı Mehmet Kettel hesab olunur. Kettel 1886-cı ildə ilk dəfə bir məqalə nəşr etdirir və burada intellekt anlayışını işlədir. Kettelin dövründə yaşamış digər tədqiqatçılar da deyək ki, Ebbinghaus hafizəni öyrənirdi və hafizənin araşdırmaq üçün müəyyən doldurma metodundan, başqa metodlardan istifadə edirdi. Onun ardınca Henri Binet tərəfindən fransız tədqiqatçısı Henri Binet öz qızları üzərində tədqiqatlar apararaq intellektin ölçü şkalası anlayışını elmə gətirmişdi. Və daha sonra 1912-ci ildə bu şkala hazırlanandan sonra Simonla birlikdə o məktəblərin əqli keyfiyyətlərini ölçmək üçün bir sıra kəmiyyətlərə görə, bir sıra meyarlar əsasında intellekt testlərini hazırlanmışdı. Bunu da qeyd etmək lazımdır ki, yalnız intellektin, normal inkişaf eləmiş insanların intellektinin ölçülməsi ilə tədqiqatçılar məhdudlaşmırdılar. Eyni zamanda əqli qabiliyyətləri aşağı olan uşaqların da intellektinin ölçülməsinə cəhdlər göstərilirdi. 18-ci əsrin ortalarında İngiltərədə meşədən bir oğlan tapılır və bu oğlanın təlim-tərbiyəsi ilə İtar adlı bir tədqiqatçı məşğul olur. İtar xeyli vaxt onunla çalışdıqdan sonra onun əqli keyfiyyətlərini başqalarına fərqli olduğunu müəyyənləşdirir və onunla birlikdə Eskrol adlı bir psixiatr həkim də bu sahədə çalışırdılar. Sonralar onlar Segenin bu prosesə cəlb etdilər. Bu mənada əqli keyfiyyətlərin aşağı səviyyəsinin ölçülməsi ilə bağlı ilk nümunələrin hazırlanması zərurəti Eskrol tərəfindən irəli sürülür. Amma bu sahədə dünya tarixinə
biz əvvəllər buna defektologiya adı verirdi, yəni belə adlandırardıq. Hazırda bu sahə inklüziv təhsil, korreksiyon, pedaqogika və s. adlarla adlandırılır. Yəni SEGEN tərəfindən ilk dəfə 50 imkanları məhdud uşaqlar üçün bir lövhə hazırlanır. O lövhədə sadə təfəkkür əməliyyatlarının icra qabiliyyətinə görə tapşırıqlar verilir lövhədəki elementlər əsasında. Bugün də bu lövhələr çox məşhurdur. SEGEN lövhəsi üzərində onlarla digər yeni nümunələr yaradılıbdır və beləliklə, 19-cu əsrin sonlarında həm normal inkişaf edən şəxsiyyətlərin, insanların intellektinin ölçülməsi, həmçinin də problemli inkişafa olan insanların, xüsusilə uşaqların ölçülməsi ilə bağlı ilk test nümunələri yaradıldı. Bunlar sonralar digər tədqiqatçılar tərəfindən proyektiv metodlar üzərində inkişaf elətdirildi. 20-ci əsrdə intellekt testləri ilə bağlı, intellektin ölçülməsi, intellekt problemləri ilə bağlı çox saylı tədqiqatçılar məşğul olublar. Onların sırasında biz məsələn, intellekt modelləri yaratmış tədqiqatçılar, intellekt testləri yaratmış tədqiqatçıların adlarını əlbəttə daha irəlidə çəkməliyik. Guilford tərəfindən Tedesco, Wechsler, Anthauer, Rorschach'ın testləri düzdür, psixiatriyada daha çox işlədilir. Amma ilk dövrlər ondan da yenə 50 imkanların vəziyyətini araşdırmaq üçün istifadə olunurdu. Eyni zamanda 20-ci əsrin sonlarında artıq daha mürəkkəb məzmunlu testlər yaradıldı və bu adlarını çəkdiyim tədqiqatçıların testləri üzərində yeni nümunələr yaradılmağa başladı. Məsələn, 1939-cu ildə Wechsler tərəfindən 15 situasiyalı testlər, 15 meyar üzrə testlər yaradıldı. Daha 11 subtest əsasında yaradıldı. Ancaq 1949-cu ildə o bunu daha da təkmilləşdirərək Stanfordla birlikdə deməli 5-15 yaşlı uşaqlar, şagirdlər üçün daha mühüm, daha üstün keyfiyyətlərin araşdırılmasına əsaslanan yeni test nümunələrini hazırlayıb tətbiq etməyə başladı. Bugün də Wechsler testlərindən müxtəlif variantlarından istifadə olunur. 5-11 yaşlı uşaqlar üçün, 6-16 yaşlı uşaq və yeniyetmələr üçün, yuxarı yaşlar üçün, yəni 16 və 65 daha yuxarı yaşlı şəxslərin intellektini ölçmək üçün bu testlərdən istifadə olunur. Biz ümumiyyətlə intellekt testlərindən danışanda əlbəttə onun elmi məsələlərinə, xassələrinə və xüsusiyyətlərinə də diqqət yetirməliyik. İntellekt əmsalı bugün bizə çox aydın məlum olan intelligence bu İG formasında bir formulda ifadə olunur. Bu əmsalın ilk deməli tədqiqatçısı, belə deyək ki, fərqləndirici nümunəsi William Stern tərəfindən irəli sürülür. William Stern ilk dəfə 20-ci əsrin əvvəllərində ağıl yaşı və xronoloji yaş intellekti arasında fərqlər apardı və bu ağıl yaşını intellekt əmsalı ilə və xronoloji yaşı digər əmsalla müəyyənləşdirdi və ilk dəfə onun tərəfindən bayaq adını çəkdiyim intellekt əmsalı üzrə nümunə ortaya qoyuldu və hazırda indiyə qədər də biz intellektdən danışanda, intellekt əmsalından danışanda hər bir kəsin intellekt əmsalını bax bu dəyərlərlə, bu meyarlarla müəyyənləşdiririk. Bu intellekt modelləri və intellekt testləri yaradan tədqiqatçılar intellektin bir sıra xüsusiyyətlərini əsaslanırdılar. İlk dəfə bu sahədə Hawthorne tərəfindən irəli sürülən skalalar, orada göstərilən meyarlar sonralar bu tədqiqatçılar tərəfindən daha da genişləndirildi. Məsələn, daha çox intellekti ölçəndə əlbəttə ayrı-ayrı idrak prosesləri deyil, bütöv bir sistem halında, nəyəsə bir sistem halında yanaşdırılırdı. Məsələn, sınanılanın düşünmə qabiliyyəti, sınanılanın anlama və tapşırıqları, məlumatları emal etmə qabiliyyəti, uyğunlaşma, yəni sınanılanın təfəkkürünün, bütövlükdə idrakının o tapşırıqlar üzərində işləməyə uyğunlaşma qabiliyyəti, dözümlülüyü, yəni özünün yorğunluğunu idarə etmək bacarığı,
eyni zamanda bu öyrənənlərin tətbiq etmə və genişləndirmə qabiliyyəti, yaradıcılığı, yəni Guilford'un testlərində biz bunu daha çox görürük. Kreativlik, yaradıcılığın daha geniş forması. Məsələn, konvergent təfəkkür, divergent təfəkkür haqqında daha müfəssəl olaraq ayırmalar olunur. Yəni bu tədqiqatçılardan hər birindən ayrıca saatlarla danışmaq olar, intellektli quruluşu ilə bağlı. Bütövlükdə bu onların irəli sürdükləri modellərdə intellektdə daxil olan idraka, daha çox idrak prosesləri, eyni zamanda idrak prosesləri ilə yanaşı iradi emosional proseslər, yəni bu prosesləri nizamlamaq bacarığı da burada öz əksini tapır. Bütövlükdə, yəni intellekt insanın düşünmək, informasiyaları emal etmək, onlara uyğunlaşmaq və onları tətbiq etmək bacarığı kimi, qabiliyyət kimi qiymətləndirilir. Bugün hazırda intellekt haqqında olan məlumatlar çox genişlənib. Yenə də mən onu qeyd etmək istəyirəm ki, 19-cu əsrin ortalarından 21-ci əsrin əvvəllərinə qədər əsasən insanın bioloji intellekti ölçülürdü. Mən indiyə qədər haqqında danışdığım intellekt insanın bioloji, yəni əsas intellektidir. Yəni insan doğularkən genetik olaraq onda bu intellektin bir çox baza komponentləri olmuş olur, var. Yəni onun təfəkküründə, onun təhlil etmə qabiliyyətlərində, əqli nəticə çıxarmasında onda bax bu intellekt imkanları mövcuddur, var, genetik olaraq. Amma bəzi məsələlər var ki, bəzi imkanlar, keyfiyyətlər sosial təcrübədə, təlim-tərbiyə prosesində formalaşır və inkişaf edir. Amma ümumilikdə bu intellektin əsasında insanın bioloji və genetik imkanları durur. Amma 21-ci əsrdən sonra intellektin bu bioloji növü üzərində onun daha yeni növləri haqqında da tədqiqatlar aparıldı, bəhs olundu. Hazırda biz artıq intellektin digər növlərindən də danışa bilirik ki, bu sırada hamımıza tanış olan sosial intellekt və emosional intellekt anlayışlarıdır. Bu anlayışların hər birinin əsasında yenə də bioloji intellekt olur. Əgər insanın bioloji intellekti zəifdirsə, biz onun sosial intellektinin çox da yüksək keyfiyyətlərindən danışa bilmərik. Amma burada bir məsələ var. Bəzən belə hallar olur ki, biz diaqnostika aparanda, ümumiyyətlə praktik sahədə korreksiya işləri aparanda biz görürük ki, bəzi insanlar bioloji intellektin imkanlarını sosial intellektə ötürə bilmirlər. Yəni, onların bilikləri var, təhlil etmə, emal etmə qabiliyyətləri var. Amma bu bacarıqları, bu emal bacarıqlarını praktik təfəkkürə, praktik intellektə ötürmək qabiliyyətləri o qədər güclü deyil. Bu mənada biz belə deyərik ki, bu insanlar bilikli ola bilir. Amma onların praktik bacarıqları, sosial mühitə uyğunlaşmaq, sosial əlaqələr qurmaq, sosial mühitdə özünün karyerasını, özünün inkişafını təmin etmək, bax, bu qabiliyyətlər bioloji intellektlə bağlı deyil. Burada insanın intellektindən başqa şəxsiyyətin digər keyfiyyətlərinin də mühüm rolu var ki, burada biz artıq şəxsiyyətin digər quruluşlarına müraciət etməli oluruq. Bu da onun xarakter xüsusiyyətləri ilə bağlıdır. Yəni, onun özünə, insanlara, təbiətə, cəmiyyətə münasibəti, eyni zamanda tələbatları, məsələn, biz Maslow'un tələbatlar iyerarxiyasından danışmışdıq. Onun bazasında fiziki tələbatlar durursa, fiziki ehtiyacların ödənilməsi, ondan başqa təhlükəsizlik, məmnunluq, qəbul olunmaq, özünü qiymətləndirmə, daha yuxarı qatlarda özünü reallaşdırma və özünü aktuallaşdırma tələbatları durur. Bəzi bioloji intellekti yüksək olan insanlarda bax, bu yuxarıda qoyulan, yuxarıda olan şəxsiyyətin həyatında ən mühüm, onun inkişafına təsir göstərən özünü reallaşdırma və özünü aktuallaşdırma tələbatları olmaya bilir.
və bu insanlar üçün sosial mühitdə özünü təsdiq eləmək, qiymətləndirilmək, sübut etmək, yəni bu maraqlar olmaya bilir. Hətta bunu psixiatrlar daha yaxşı bilirlər. Dünya psixiatriya elmində şizofrenik insanlar var ki, bu insanların bioloji tələbat əmsalı, bioloji intellekt əmsalı, yəni EQ əmsalı çox yüksəkdir, 140. Ən yüksək səviyyədə ola bilir. Biz buna onlarla nümunələr deyə bilərik. Mən öz çıxışlarımda dəfələrlə hətta buna nümunələr göstərmişəm. Nobel mükafatı almış insanlar var ki, tədqiqatçılar var. Məsələn, National adlı bir Amerika riyaziyyatçısı oyunlarla bağlı öz formunu irəli sürərək Nobel mükafatı. Amma o həyatında şizofren xəstəsi olub və ondan çox əziyyət çəkibdir. Ümumiyyətlə, yəni şizofrenlərdə biz intellektin, bioloji intellektə xas olan bir çox təhlil etmə qabiliyyətlərini görə bilərik. Elə mühakimələr yürüdürlər, elə ağıllı fikirlər söyləyirlər. Düzdür, bir çox hallarda onlar idealları reallığa uyğun gəlmir. Onlarda xəstə təfəkkür ola bilir. Amma yəni intellekt əmsalı, bioloji intellektin əmsalı, sosial intellektin də o dərəcədə yuxarı olması anlamına gəlmir. Bu mənada biz sosial intellektdən danışanda özünün bioloji intellekt imkanlarını sosial mühitdə reallaşdıran, uyğunlaşdıran, sosial əlaqələr quran, əməkdaşlıq edən, başqalarını təşkilatlandıra bilən, idarə etməyə bacaran, öz bilik və bacarıqlarına görə onları da müəyyən bir fəallığa sövq edə bilən insanlardan danışmaq olur. Yəni, burada biz artıq intellektin sosial tərəflərinə, sosial münasibətlərinə daha çox diqqət yetirməli oluruq. Təbii ki, sosial intellektin özündə quruluşunda bir çox keyfiyyətlər var. Burada da öyrənmə bacarığı, uyğunlaşma bacarığı, sonra kognitiv qiymətləndirmə bacarıqları, bunların da çox böyük rolu var ki, insan özünü düzgün, obyektiv qiymətləndirib, öz kəsirlərini, çatışmazlıqlarını görə bilib, onları təhlil etməlidir və aradan qaldırmalıdır. Yəni, sosial intellekti yüksək olan insan daim özünü korreksiya etməlidir. Biz özümüz, məsələn, psixologiya sahəsində, pedagogika sahəsində çalışan insanlara bu daha tanış olan bir yanaşmadır ki, hər daim insan özünün səriştələrini təkmilləşdirməlidir. Öz qüsurlarını, öz çatışmazlıqlarını mümkün qədər doldurmalıdır, aradan qaldırmalıdır, yerində daha müsbət keyfiyyətlər gətirməlidir. Biz 10 il əvvəl düşündüyümüz kimi bugün düşünürüksə, deməli biz inkişaf eləməmişik. Biz 10 il əvvəl hansısa bir insan haqqında hansısa bir fikir yürüdürdüksə, bugün onun üstündə ya onu daha yaxşı və yaxud da daha real qiymətləndirməyə bacarmırsa, deməli, ümumiyyətlə biz insanlar haqqında düşüncələrimiz heç bir şey dəyişmir. Bəli, indi elə insan ola bilər ki, o özü dəyişmir, o özü inkişaf eləmir. Yəni, biz heç dəyişmişik, bu demək deyil ki, insan haqqında düşüncələrimiz dəyişməlidir. Yəni, mən demək istəyirəm ki, bizim təhlil etmə imkanlarımızla bağlı olan kognitiv konstruktlarımız, təhlil etmə şablonlarımız, modellərimiz, onlar daim zənginləşməlidir, yeniləşməlidir, nəinki zəifləməlidir. Və burada biz mütləq və mütləq bu arxetip şuurdan, stereotip şuurdan bacardığımız qədər uzaqlaşmalıyıq. Yəni, müasir elmin faktlar əsasında, insana verilən müasir dəyərlər əsasında biz insanları verilən qiymətləndirmələrdə də bu əsasda hərəkət eləməliyik, düşünməliyik və bunu yerinə yetirməliyik. İntellektin digər bir növü emosional intellektdir. Emosional intellekt adından da göründüyü kimi, yəni daha çox insanlarla emosional əlaqələrdə baş verən, həyata keçən, reallaşan bir intellektdir. Bu sahədə ən məşhur tədqiqatçılardan biri elə sosial intellektin tədqiqatçısı olmuş Goleman'dır. Goleman özünün həm sosial intellektlə bağlı tədqiqatlarında eyni zamanda emosional intellekti də ona paralel olaraq təhlil edib. Amma ondan sonra Vernon tərəfindən bu sahədə daha geniş araşdırmalar aparılıb və sosial intellektin keyfiyyətlərinin təsnifatı verilir ki, emosional intellektin xüsusiyyətləri necə olmalıdır? Yəni, emosional intellekti olan insan
empatik əlaqələr qurmalıdır, başqalarının hisslərini, duyğularını, motivasiyasını anlamağı bacarmalıdır, onun sonra necə hərəkət edə biləcəyini, davranışında nələri göstərə biləcəyini özü üçün müəyyənləşdirməyi bacarmalıdır. Yəni, özünün emosional aləmini daim zənginləşdirməlidir. Başqalarını hiss eləməklə, duymaqla, anlamaqla yanaşı, özünün də daxilində gedən prosesləri başa düşüb, ona uyğun hərəkət eləməlidir. Mən buradan kiçik bir haşiyə çıxım ki, bizim şəxsiyyətimizin harmonik inkişafında bizim mənlərimizin qarşılıqlı harmonik əlaqəsinin çox böyük rolu var. Bəzən biz mühitin tələblərinə, tərbiyə edici təsirlərinə çox uyuruq, çox diqqət yetiririk və bizim sosial mənimiz genişlənir, əraziləri çoxalır və o başlayır bizim real mənimizi sıxışdırmağa, bizim ideal mənimizi sıxışdırmağa və bu, belə bir vəziyyətdə mütləq sosial mənlə, real mən və ideal mən arasında bir münaqişə başlayacaq. Real mənlə ideal mən sosial mənə qarşı mübarizəyə başlayacaqlar. Bu da əlbəttə ki, şəxsiyyətin daxilində münaqişələr ocağı yaradır. Münaqişələr yaranır. Məsələn, özünü qiymətləndirmə münaqişəsi ola bilər, kognitiv münaqişələr ola bilər, dezadaptasiya, yəni uyğunlaşma münaqişələr ola bilər. Hətta bu uzun müddət davam edirsə, nevrotik münaqişələr ola bilər. Münaqişələr yaranan kimi, təbii ki, bu münaqişələri gizlətmək üçün özü müdafiə mexanizmləri yaranır. Bu özünü müdafiə mexanizmləri bizi maskalanmağa sövq edir. Yəni biz sosial mənimizi o qədər rollar, yeni rolları icra etməyə məcbur edirik. Axırda bizim təbiətimizdə, bizim şuurumuzda, şuuraltımızda, bütövlükdə psixikamızda problemlər baş qaldırır. Ona görə də bizim o sosial intellektin, emosional intellektin inkişafında müəyyən bir hədləri var, çərçivələri var. Biz bu başqalarına xoş gəlmək üçün mütləq fəaliyyətimizi örtbasdır eləmək, onu sıxışdırmaq, onu qısnamaq, bu şeylərdən biz uzaq olmalıyıq. Hansısa bir səviyyədə biz həm təbii mənimizi, həm sosial mənimizi, həm də ideal mənimizi müsbət qonşuluq əlaqələrində, müsbət qarşılıqlı əlaqədə harmonik şəkildə tarazlaşdırmalıyıq, onların arasında münaqişələrin yaranmasına baş verməməliyik. Bəzən insanlar bu məlumatlardan, bu reallıqlardan xəbərsizdirlər, psixoloji biliklərdən xəbərləri yoxdur. Biz tez-tez üzləşirik, diaqnostika prosesində abituriyentlər məktəb bitiriblər, 11-ci sinfi başa vurublar və hələ ideal mənləri yoxdur. İdeal mənlər qarmaqarışıq, dumanlı, darmadağın və onlar həyatda hələ həyat orientasiyasını, həyatı məqsədlərini müəyyənləşdirə bilməyiblər. Hara gedəcəklər, hansı sahədə təhsil alacaqlar, kim olacaqlar, hansı peşə sahəsində çalışacaqlar, necə biri ilə evlənəcəklər, harada yaşayacaqlar, həyatda necə bir insan olacaqlar. Bu çox bizi narahat eləməlidir, valideynlər narahat eləməlidir. Pedaqoqlar bu sahədə məsuliyyət daşıyırlar, məktəb psixologları məsuliyyət daşıyırlar. Onlar bu barədə hələ yeniyetmə dövründən yeniyetmə qruplarına məlumatlar verməlidirlər. Ümumi 2-3 sinif bir yerdə, heç olmasa bir 20 dəqiqəlik bir maarifləndirmə işi aparmalıdırlar. Məktəb direktorları buna şərait yaratmalıdırlar ki, peşə yönümündə özünün gələcək həyatını, həyat indeksinin müəyyənləşdirilməsində bax bu kimi biliklərin çox böyük rolu var ki, mən həyatımda özümün intellekt imkanlarından bu sahədə istifadə edərək həyatda sosial mühit əlaqələr quracağam, emosional intellektimi inkişaf elətdirəcəm, eyni zamanda mən özüm üçün də, öz ruhumu məmnun salmaq üçün, rahat eləmək üçün, onun tarazlığını qorumaq üçün, daxili psixoloji iqlimimi təmiz saxlamaq üçün, daxili ekoloji vəziyyətimi təmiz saxlamaq üçün mən eyni zamanda özüm üçün də bunları eləməliyəm. Yəni biz mütləq özümüz və mühit arasında, eyni zamanda bizim fəaliyyətimiz, şəxsiyyətimiz və yaratdığımız subyektimiz arasında, subyekt arasında da bu tarazlıqlarımızı qorumalıyıq. İntellektin növlərindən danışanda biz əlbəttə ki, çox sahəli intellekt haqqında da bəhs eləməliyik.
Düzdür, çox sahəli intellekt öz ayrıca bir növ kimi götürülmür, amma çox sahəli intellektin özünün növləri var. Artıq pedaqoqlar, pedaqoji sahədə çalışanlar, ümumiyyətlə pedaqoji ictimaiyyət bu barədə məlumatlıdır. Kurikulum materiallarında, kurikulumların həyata keçirilməsi üzrə təşkil olunmuş təlimlərdə bu barədə məlumat verilir. Hovard Gardnerin çox sahəli intellekt nəzəriyyəsi. Hovard Gardner əslində bu nəzəriyyəni təklikdə yaratmayıbdır. Bu böyük bir layihənin məhsuludur, böyük bir komanda işinin məhsuludur. Əlbəttə o komandanın rəhbəri Gardner olduğuna görə bu intellektin adı da, yəni bu anlayışın adı da onun adı ilə əlaqələndirilir. Gardnerin intellekt, çox sahəli intellekt nəzəriyyəsində əsas mahiyyət bundan ibarətdir ki, aparılan tədqiqatlarda belə bir reallıq ortaya çıxdı. Məlum oldu ki, şagirdlərdə və tələbələrdə yalnız bir intellekt, yəni bir əsas intellekt yoxdur. Bir bioloji intellekt yoxdur. Onlarda çox saylı digər intellekt növləri də var. Və onlar bunların üçün tədqiqatlar apararaq, sorğular hazırlayaraq, testlər keçirdərək belə bir nəticəyə gəlirlər. İlk variantda Hovard Gardner 7 intellekt tipini ayırd etdi. Əslində bu Hovard Gardnerdir Azərbaycan dilində. 7 intellekt tipini aşkar etdi və sonralar onun üzərinə daha 2 intellekt tipi də gəldi. Daha sonralar artıq bu intellekt tiplərinin sayı artmaqda davam edir. Biz bu əsas 7 intellekt tipi üzərində dayanaq. Bununla bağlı internet səhifələrində, rus dilində və ingilis dilində onlayn testlər var. Hər biriniz, əgər bu dillərdə işləmə imkanınız varsa, özünüzün intellekt tipinizi həmin səhifələrdə onlayn testləşdirə bilərsiniz. Əlimizdə bizim bunun tərcümə olunmuş variantları da var. Məktəblərə də göndərilib, psixologlarda verilibdir. Məktəblərdə tətbiq olunur, özümüzdə işimizdə istifadə edirik. Yəni burada biz kiçik yaşlı 4-cü sinifdən başlayaraq yeniyetmələr üçün, gənclər üçün, yaşlı insanlar üçün də bunun nümunələrini istifadə etmək mümkündür. 26 suallı, 28 sual, 45 sual, 60 sual, daha 70 suallı çox sahəli intellekt testləri var. Burada söhbət ondan gedir ki, bizim məktəbimiz adətən Sovet məktəbi, belə deyək, Sovet məktəbi intellekti əsasən bioloji intellektə görə müəyyənləşdirirdi. Yəni, ümumiyyətlə, dünyada 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər bu belə idi. Amma son 20 ildə artıq intellektin digər növləri də diaqnozlaşdırılır və məhz kurikulumların yaradılması zəruriyyəti də bununla bağlı oldu ki, məktəbdə şagirdlər yalnız riyazi məntiqə və ya da lingvistik tipə malik deyirlər. Onlarda vizual məkan tipi, naturalist tip, musiqili tip, kinestetik tip, şəxsiyyət daxili və şəxsiyyət xarici tip, bu tipdir, bu növlü intellektlər də var. Yəni, biz məktəblərdə müxtəlif fənlər keçirik. Məsələn, riyaziyyatda riyazi məntiqi tipi güclü olanlar daha yüksək nəticələr göstərir. Lingvistik tipi olanlar ədəbiyyat, tarix dərslərində daha yaxşı. Vizual məkan tipi olanlar həndəsə, riyaziyyatın həndəsə bölməsində, rəsm dərslərində, yəni məkan əlaqələrinin qurulmasında, məkan münasibətlərinin müəyyənləşdirilməsində daha çox qabiliyyətlidirlər. Musiqili tipli insanlar həm musiqiçi olaraq, həm də ümumiyyətlə həyatını ritmlə quran, ritmlə hərəkət edən, ətrafında bir dizayn, bir harmoniya yaradan insanlardır. Bunlar buna yönəlikdirlər. Bu sahədə daha çox peşəkar ola bilirlər. Kinestetik tipli insanlar daha çox hərəkətli, idmanda, incəsənətin, məsələn, rəqs sahəsində, bu tibbin masaj sahəsində, yəni əllə görülən işlərdə, bədən hərəkətlərlə görülən işlərdə, belə deyək, psixomotor fəaliyyətlərdə daha çox uğur əldə edə bilirlər. Naturalist insanlar daha çox gördüklərinə görə hərəkət edən, gördüklərini görüb götürən insanlardır.
eyni zamanda biraz köçülməyə meyilli insanlardır və onların da müvafiq sahələrində, müvafiq peşə sahələrində onların da üstün qabiliyyətləri var. Yəni, mənim fikrim mahiyyət ondan ibarətdir ki, məktəb bu şagirdlərin hər biri üçün uyğun şərait yaratmalıdır. Amma biz nə ilə üzləşirik? İbtidai siniflərdə müəllimlər bütün dərsləri həsr edirlər riyaziyyata, ana dilinə, ədəbiyyatı. Ana dilinə ki, yəni digər fənlər o qədər vacib deyil, təsvir incəsənəti vacib deyil, musiqi vacib deyil, idman, yəni bir də həyat bilgisini məcburən keçirlər. Yəni, bu fənlər olan dərslər saatlarında riyaziyyat və ana dilinə məşğul olurlar. Və bu səbəblər nəticədə hələ ibtidai siniflərdə intellekt tipi, kinestetik tipli olan, vizual məkan tipi olan, naturalist tiplilər, şəxsiyyət daxili və tipli şagirdlər uğur qazana bilmirlər. Yəni, onların beyin imkanları, beyin mərkəzləri daim məntiq üzərində işləməyə uyğun deyil. Onlarda yaradıcılıq, kreativlik, özünü kəşf eləmək, özünün daxili emosiyalarını üzə çıxarmaq, aşkar eləmək, hazır proqramlarında şüuraltıda olan hazır proqramları tətbiq eləmək, bacarıqları oyanmamış qalır. Yəni, şagird özünü kəşf edə bilmir təlim prosesində. Bu mənada məktəbdə müəyyənləşdirilən fənlərin hər birinin yerli yerində keçirilməsi, yerli yerində tətbiq olunması, şagirdlərin hər birində özünün müvafiq intellekt tipinə görə uğur qazanmasına səbəb olur. Biz həm də görürük ki, məktəblərdə bəzi şagirdlər bəli, bu yüksək riyazi, yəni dəqiq elmlərdən yaxşı nəticələr göstərirlər. Digərləri yaxşı təşkilatçılıqlar, idarə edirlər, liderlik edirlər, bir başqaları yaradıcılıq məhsullarla çıxış edirlər, özünün əl qabiliyyətləri ilə müxtəlif, yəni məktəbin adını ucaldırlar. Bu mənada, bax, məktəblərimizdə intellektin bu çox sahəli növlərinin hər birinin inkişafına şərait yaradılmalıdır. Məktəbdə dərs prosesində aparılan qruplaşmalarda, qrup işlərində bunu müəllim mütləq nəzərə almalıdır. Əgər şagirdin özünü təsdiq edilməsini istəyirsə, eyni intellekt tipli şagirdləri bir qrupda toplayıb olaraq o məzmunda tapşırıq vermək. İkinci qrupa yaradıcı məzmunda, üçüncü qrupa kinestetik məzmunda, dördüncü qrupa məntiqi məzmunda. Bax, bu mənada, yəni bu kurikulumları əgər biz düzgün tətbiq eləsək məktəblərimizdə, biz şagirdlərimizin o əzbərçilikdən qutararaq özünü yaratmasına, özünü tanımasına, özünü anlamasına, özünü kəşf etməsinə də nail ola bilərik. Təəssüflər olsun ki, biz hələlik məktəblərimizdə bunun üçün yetərincə şərait yarada bilmirik. Bizim məktəbimiz insan şəxsiyyətinin formalaşmasından daha çox valideynin və cəmiyyətin qoyduğu normaları ödəməyə məcbur olan bir şagird yetişdirməyə yönəldilibdir. Hələ uşaq bağçasından başlayaraq repetitorluq başlayır, ibtidai siniflərdə bu davam edir, orta və yuxarı siniflərdə davam edir ki, uşaq, şagird nəhayət hansısa bir yüksək bal toplayaraq, hansısa bir universitetə qəbul olunsun. Yəni, bu qrupların özündə də, yəni təmayül qrupların özündə də hansı ixtisasa düşəcək, hansı peşədə olacaq, bunlar da hələ məlum deyil. Və beləcə şagird məktəb təhsili boyunda özünü anlamadan, özünü öyrənmədən beləcə böyüyür, formalaşır və həyatında o özünə yer tapa bilmir. Doğrudur, bir sıra çox hallarda hər kəs istədiyi peşəyə 30-40% sahib ola bilir, fəaliyyət göstərir. Amma qalan faizdə biz bu haqda cəsarətlə, qətiyyətlə fikir söyləyə bilmir və insanlar öz həyatında doğrudan da çətinliklər yaşayırlar. Biz unutmamalıyıq ki, bizim insan olaraq bizim varlığımız cəmiyyətin qoyduğu normaları ödəmək məcburiyyətində olan bir varlıq olmamalıdır. Biz cəmiyyətdə özümüzə uyğun bir yer, qrup, referent qrup, fəaliyyət, sənəd tapmalıyıq. Ola bilər ki, bizim istəyimiz, daxili imkanlarımız, potensialımız hazırda bizim yaşadığımız ailə mühitinə, insanlar mühitinə uyğun gəlmir. Amma bu o demək deyil ki, dünyada belə bir mühit yoxdur,
Biraz bizdən kənarda belə bir mühit yoxdur. Bu mühiti mütləq xarici ölkələrdə axtarmalıyıq. Biz belə mühiti özümüz üçün də yaratmalıyıq. Özümüz bu sahədə bir nümunə olmalıyıq, cığır açmalıyıq, yol açmalıyıq ki, insanlar həyatda cəsarətli şəkildə özlərinin məmnun edə biləcək, zövq ala biləcək bir həyat qursunlar. Özlərinin intellektual potensialını özü üçün, ailəsi üçün və cəmiyyəti üçün düzgün sərf eləyə bilsinlər. Əlbəttə, intellekt haqqında çox danışmaq olar. Onun quruluşu, xüsusiyyətləri, yəni digər əlamətləri, intellekt anlayışı bizim hər birimizə bələd olan, aydın olan bir anlayışdır. Amma biz çalışaq ki, öz intellektimizdən səmərəli şəkildə istifadə edək. İntellektimizin imkanlarına uyğun fəaliyyət sahəmizi seçək. O zaman bizim psixoenerjimiz düzgün sərf olunur, düzgün balanslaşır, biz gec yoruluruq, əmək qabiliyyətimiz yüksək olur. Bəzi insanlarda əməkxorluq o dərəcədə yüksək olur ki, özünün üzərinə baskılar edir, özünü məcbur edir, özünü yorur, üzür və bir zamanda görürsünüz, ciddi psixoloji problemlərlə üzləşir, onu da həll eləyə bilmir. Ona görə də Tanrının, təbiətin bizə verdiyi idraki potensialımızı, intellektimizi özümüzə uyğun şəkildə sərf eləməyə öyrənək. Bu böyük bir psixoloji mədəniyyətdir, bu psixoloji ekologiyanın qorunmasıdır və bu bizim həyati sağlamlığımızdır. Hər birinizə psixoloji sağlamlıq diləyirəm, hər birinizə özünüzdə məmnun bir həyat diləyirəm. Psixologiyanı öyrənin, tətbiq edin, hər zaman özünüzdən razı qalacaqsınız.